Bəzi insanlar deyir ki, hər şey zaman həll edəcək, bıraq o da həll olub gedəcək. Belə də deyil. Zamana düzgün istiqamət verməli ki, mövzu həll olsun. Baxın, bir var yara aradan sıradan yaradır. O zamanla sağalır gelir. Amma yaraya infeksiya düşübsə, infeksiyanı təmizləmək lazımdır. Mən bunu istəyirəm deyim ki, travma bir infeksiyaya bənzəyir və biz onu imanlı olduğumuz təqdirdə boyumuza düşən öhdəliyi necə o cür onları icra eləməliyik. O infeksiyanı təmizləməliyik və Allahdan da kömək istəməliyik öz yerində və başa düşməliyik ki, məsələ bundan, bu bizim sonumuz deyil, axırımız deyil, bu həll ola bilər, bu problemi biz həll edə bilərik və Quran-ı Kərimin amma verdiyi bizə dünya görüşü bundan ibarətdir ki, narahat olma, hər bir problemin çarəsi var, hər bir dalanda bir çıxış yolu var, maddi səbəblərlə məhdud deyil aləm, metafizik ali səbəblər də var. Bu artıq insana bir dənə ruh verir və insan o travmanın qabağında dizlərini qoymur yerə və durur, möhkəmlənir. Ona görə biraz öncə bunu çox düşünürdüm mən. Baxın, insanlar neçə cürdür? Bəzi insanlar bu travma deyil. Bəzən travmadır, amma orada nəticə çıxardır, ibrət alır və qalxır ayağa, möhkəmlənir, daha da dolğunlaşırmı deyək, daha da güclənir. Bəzi insanlar isə amma yıxılır. Orada artıq görsün çökdü. Yəni, insanlar istəyirəm deyim ki, fərqli algılayır mövzunu. Belə başa düşürəm ki, məsələn, gəlin belə götürək ki, imanın da mərtəbələri var da. İmanın elə bir mərtəbəsi var ki, Rövşən bəy demişkən, psixoloqa müraciət eləməlisən. İmanın elə bir mərtəbəsi var ki, deyirsən ki, psixoloqum Allahdır. Yox, indi bir məsələ var da. Məsələn, elə bu suala təzədən qayıdaq. İman psixoloji terapiya rolunu oynaya bilərmi? İndi bu suala yaxın başqa sual verim. İman həkimə getməyə, yəni həkim rolunu oynaya bilərmi? Yox. Sən əgər bir xəstəliyin varsa, nə qədər imanlı olsan da belə, sən gedirsən... Ümumi qan analizi verməliyəm. Bunu verməlisən də. Bu, imanla, dua ilə həll olunan bir şey deyil. Metafizik qüvvəyə inanırıq, bu etiqad gərəyidir. Bütün müqəddəs mətnlərin ən üzərində durduğu mövzulardan biri budur ki, qeybi yardımlar. Bu sənə dəstək verir. Ancaq sən yenə də həkimin yanına getməlisən, yenə də ürək həkimi. Mən də deyərəm, o imanın elə tərkib hissəsindədir də, yəni bu imandan qıraq bir mövzu deyil də, həkimə getmək, o həkimi də, o deyək, belə deyək də, tohi dünya görüşündən baxsaq, onun müalicəsinə səbəbi verən o bir həkim deyir, dedi, mən müalicə edirəm, şəfanı o verəcək. Yəni, yekunda da hər şey tohiddə dayanır, zatən dayanır. Bu imamdan kənar bir mövzu kimi deyil də. Amma Rövşən mənim demişkən, yəni belə deyək də, iman da bu deyil də, mən oturdum, dua elədim bütün günü, xəstələnmişəm, belə sağalacam. Bəli, ola bilər, heç Allah bir dənə qeyri-adi bir hadisə baş verə bilər, doğrudan sağaladar, sağalanmağı da mümkündür. Dua edər, sağalar. Allahın əli bağlı deyil də.